Azərbaycanlı məşhur bir kinorejissor və aktyorun qızı, yeganə övladı ilə bağlı ki, onu Rusiyada görülüb, niyə oradadır, niyə bu vəziyyətdədir, nəyə görə o Azərbaycanına tərk edib gedib, nəyə görə o bugün Azərbaycanda deyil, onun açıq görüntülərini ekranlara gətirmək istəyirəm, video görüntünü. Şəxsiyyət vəsiqəsini hələ verməyin, zəhmət olmasa. Amma atasına oxşuyur. O niyə Azərbaycandan gedib, uzun müddət bundan əvvəl gedibdir. Azərbaycanda nəyə görə küstü getdi? Küstü getdim ümumiyyətlə, nə baş verdi? Ev eşiyi olan adam niyə görə belə bir acınacaqlı, belə bir vəziyyətdədir? Və niyə qaçır? Çox maraqlıdır ki, niyə qaçır? Hətta xaricdə yaşayan həmvətənlərimiz, Rusiyada yaşayan həmvətənlərimiz ona nə qədər kömək əlini uzatmaq istəsələr belə, o heç kimdən kömək qəbul etmir və çəkilir. Yox olur, gedir, gizlənir, qaçır, yerini dəyişir. Bəlkə Azərbaycandan da ona rəsmi olaraq da dəstək olmaq istəyiblər. Mən indi hal-hazırda sizə təqdim etmək istəyirəm şəxsiyyət vəsiqəsini də. O, Azərbaycanın çox məşhur, çox tanınmış bir aktyoru və kinorejissoru Ceyhun Mirzəyevin qızı. Yeganə övladı. Şəxsiyyət vəsiqəsində zəhmət olmasa. Mirzəyeva Cəmalə Ceyhun qızı. Ögey Ana filmindən tanıdığımız Ceyhun Mirzəyevin qızı. Bəli. Bizə belə deyilib. Mən təbii ki, onun yeganə bir övladı olduğunu bilirdim. Məhz bu görüntülər bizə təqdim olunubdur. Allah Ceyhuna rəhmət eləsin.